Tələbəm öz qaynanasının qaşını işləyib. Diyon, bu xətlər nədir? Bu nə deyirsən? Bu qədər xət nəyə lazımdır ki burada? Müəllim, mən məktəb vaxtı həndəsəni yaxşı bilirdim. Xoşuma gəlirdi. İndi Rəsm qaşda xətt istifadə çəkmək edirsən bunları. Orada çəkmədiyin xətləri burada çəkirsən. Biraz elə oldu. Özdə kim qaynana. Siz qiymət verin, görün necə qaş çıxır. Görə qaynana nə deyir buna? Əla. Mən onsuz da inanaraq gəlmişdim bura. Bəyəndinizmi? Gözlədiyimdən daha gözəlini gördüm və bəyəndim. Siz də Nanobrofs kursunda baxın nələr əldə edəcəksiniz. Mobil proqram, dərslik proqramı əldə edəcəksiniz və siz sertifikatlar əldə edəcəksiniz və bu cür məhsul əldə edəcəksiniz. Üçü birində. Bu kursumuzda biz sizə hər şeyi öyrədirik. Nərgiz xanım, sizi təbrik edirəm. Çox sağ olun. Mən də öz növbəmdə təşəkkürümü bildirirəm. Kursdan razı qaldınızmı? Bəli, çox. Ən əsası da baxın, bu canlı öz sərbəst işlədiyi işdir. Öz qaynanasına da edib, düzdür? Qaynana əsas odur ki, razı qaldı.